6 ayda bu olmuş oram gün 12, amma baxıram ki, məndən də betərləri var imiş. Hə, bədbəxt də burada nətər yaşayırsınız, rəisiz. Nəysə, yığışdıram indi bütün lazımlı şeyləri. Üz qırxanı, zivil-zivillə dolu üz qırxanı atdı. Sonra bütün zivilləri, buna baxsam, üz qırxanı da nə gəzir, hələ başım çıxmır. Zivilləri yığandan sonra başlayıram birinci qəşəngcə sulamağa, sulayandan sonra bütün zivili verəcəm, təmizləyirəm. Ondan sonra bir partiyada sulayıram ki, palçıq geçsin. Getmir ki, getmir. Ondan sonra tökürəm bu tozdan, sonra da bu mayədən tökürəm. Ondan sonra nağayıram. Poxur köpürməyə başlayıram. Ondan sonra bir partiya yenə suyla yuyuram. Kilipası gedir. Ondan sonra bundan fıskırdıram. Bu da yağ sökücüdür. Qəşəngcə süpürüb silirəm. Ondan sonra baxın burada qalan bu yağları o yağ sökücü ilə tofu köpürdə sildim. Ondan sonra da divarlarını yudum. Divardan da o qədər kirpası axır göstərməz. Ondan sonra keçdim bu muvanikaya. Krantı elə bir pasın içindən çıxardım. Qəşəngcə pofutdum oraya. Ondan sonra o pişib muvanikayı təmizləmək qərarına gəldim. Qəşəngcə təmizlədim, güzgüsünü, müzgüsünü, krantı bir də sürtdüm, elədim. O vaxt baxıb da son alır. Nətərdir? Hansı daha yaxşı idi, düzgün deyil mənə.